Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Arkadaşlar sübh saat 7'den kırmızı 07'den neyse. Durmuşuq. Ana salamlaşır, herkese salam. Yadıma geldi o ses. Yadıma geldi o ses aşkım. Çok eşitmişsən qarnımda olanda. Deməli arkadaşlar saat 7'dir. Bir dənə söz soruşa bilərəm. Zeydi başa düşdüm pampersini dəyişmək lazım idi. Bu qədər tez durub. Sizdən nə əcəbi? Yəni məktəb saatına hələ... Saat 6'da atlanıp durup yerinden. Niyə? Üçüncü kimdir? Üçüncü kimdir? Nadir. Nadir de yedirmekte var. Hə, sən nə əcəb belə tez durmusan? Necə olub o güllər açıb, bülbüllər oxuyub? Birinci bizim Billəmi necə belə tez dura bilmirsən? Yəni sən ki vot-vota qədər adamı öldürən adam idin. Sonra böyle durur. Tamam danışma. Her şey durmak istemezsin. Böyle başım belki hiç durmak istemeyecektir. Böyle değil. İndi hansını durğuzub səni? Bu anaxırım. Düz değil. Getdim. Yaxşı, nəvazişlə durğuzub. O da tez durmusan. Beyinsiz. Dur. Baba tane beynim ulandı. Durdu da. Durdu elə deyəndə. Ben dedim aşkım dur. Sən çəkəmirəm. Seçme. Arkadaşı yeni mahnımız trend olmuş herkese. 100 Ophelia ailesi. 100 gramlık arasında. Sağ olsun bizi istemeyenler de orada şaklamaya ait lıktım pırtınlar var. Şaklamaya Zuzi yazamına cep koment, o biri komentlerde yazılı. Əşi boş verin. Sağ olsunlar. Reklamın yaxşısı pis olmaz. Onlar da əlindən gələni eləyirlər bizdən. Nəysə. Rabia, sən halaldır. Səni təbrik eləyirəm. Bugün Məryəmi vaxtından tez durğuza bilib bizə əziyyət vermədiyin üçün Allah səndən razı olsun. Gerizekalılarım lopukum. Hele demeyip gerizekalı zat demeyip. Mərdiş məktəbə gəlsən. Bundan sonra onu elə durğuzda nə olar? Ha tamam. Ancaq fikrini soruşum. Mərdiş məktəbə gəlsən. Hə, öz- Göstərsin dəyişirləyin işte. Ay sağ ol. Razıyam mən. Malades. Kulağım Bismillah. Neymişsən aşkım? Boyundakı səbi gördüm. Hele bildim aslında o şeyi kapristanlığa oxşayan səbi var diye. Aşkım ayetel kürsü deyir mən balım. Nəysə gedək sizə zavtrık. Şəhriyar. Sən mənə zaftırı hazırlamamışdan qabaq. Sən mənə. Hə, atıram. Şəhriyar seçimi özün elə. Zeydin yanında qalsın yoxsa uşaqlara düşüb zavtrık versən. Mənim üçün heç bir fərqi yox. Kalmadı yani. Qalsan onda mən düşürəm zavtrık Zeydə vermək. olan şey. Getdi uşaqlar Məriş kahvaltı hazıram. Yaparsın maşınını. Mən gəlib saparam maşınına. O da olur, narahat olma. Hayır. Ata mən üçün bir dənə qalın vaygən alar. Qanlı. Asandan nə edin? Gəlin zarafat edirəm. Uşaqlar Nadir o qədər öyrəşib ki, evdə mən kömək eləmək. Uşaqları məktəbə yola salanda da gözünə yuxu getmir arkadaşlar. Oyanır ki, heç olmasa ən azından yanlarında olsun, dəstək olsun mənəvi olaraq. Nə yeyirsən? Mən belə bir şey demək. Bunun bir dənə pis özəlliyi var. Səhərlər kahvaltı eləyə bilmir məktəbə gedəndə. Qusma istəyirəm. Hə, bilirəm də mədən götürmür, adamdan adama dəyişir. Nə ki tək budur, bütün sübürmanca uşaqları. Yo, mən tıxırdım. Mən nə boyda buterbrot tıxırdım. Aşkım az şey. Tamam, baş üstə. Atım indi mən cıracaq bu sözümə görə. Uşaqlar evdə peynir var, zeytin var, sasiska var, yağ var, çörək var. Oturublar məni yoldan çıxardıblar, piçeniklə çay içirlər. Şəhriyar mənim ağzım cıracaq Allahın olsun sizinlə ayaqlıq elədiyim üçün. Geçsin ki uşaqlar çox məqbul elədi. Dedim ki sizi başınızı buraxıram, getdim. Deyəcəm ki, mənə şantaj elədilər ki, qusarıq. Hə, bizə yeməyi versən. Qızmam olar gəlin. Hə, sizi yəni satacam biləsiniz. Zarafat edirəm. Sən mənim canım tez olun görməsin. Deseydi yemək yeməyəcək, deyəcəkdi götürün piçenik var. Ha, kesin %100 elə verir. Rabi qatılıram məncə də o sən Aton haqqında çox yaxşı fikirdəsən. Səhər çox pozitiv bir inancla oyanmısan bu günə hiss eləyirəm. Səndə bu gün çox böyük dəyişikliklər sezirəm ümumiyyətcə. Həyata baxış açısı dəyişib. Onu gülməyim tez durdu, mən bir gözüm açılmır məsələn. Biriniz tez duranda gələ mütləq o biriniz çezəsiz. Xeyri yoxdur eyni anda ayıq olmağınızın. Nə oldu? Mən də inan iki gözümdə bax. Qorxdum, dedim bu niyə belə eləyir? Nəysə, yiyin, için. Kamı yığmamışam. Ne bilmem şey
Robiye kasası Gözdə həll eləyək sumkavı. Arkadaşlar, Şəhriyar getdi uşaqları məktəbə qoydu, gəldi. Zeydi düşürtmüşük aşağı, kahvaltı eləyəcəyik. Çölə geyindirməli olduğumuz kombinzonu aşağı sərindir deyə aşağıya geyindirdik, düşdük. Aslında sərindir, sağ olsun Zeydin kombi sistemi yaxşı işləyir. Yəni Bir şey- yaxşı rasxod eləyir. Bir şey olmamış buzduyur uşağın sir sifəti. Mənim bir şeydir, kaleska üçün şey almışam, mən döşəklə yastıq almışam, gətirim onu. Niyə ki, ben niyə saxlamısan? Çox aşağıdadır, ona görə axıtım yox idi düşməyə. Nadir bizə zavtırk hazırlayacaq arkadaş. Ya bugün mən hazırlayım zavtrıkı. Hayır. Hə, Nadir yığışdırar. Nadir də bəzəklər. Yo, Nadir yığışdırar. Arkadaşlar, deməli, gözləyin. Zeydin Oy, kafe pusdu. Zeydin kalaskası üçün döşək almışam. Ay Allah. Məxmirə, bu sənsən. Geyinmə soyunma otağına neçə ildir girmirəm. Arkadaşlar, yad gəlir ücə bura mənə. Deməli, bizə normalda evə Zeyd doğulandan sonra kömək eləyən bir xanım var. Çox yaxşı xanımdır. O gəlirdi. Prosta bugün onun icazə günüdür deyə arkadaşlar, mən məcbur özüm başladım aktivlik göstərməyə. Ay Allah, buradadır. Xanım mənə hər gün səhər gəlib zavtrık verir. Uşaqlara aşağıda, mənə yuxarıda. Bugün o yoxdur, məcbur yemək üçün düşmüşəm aşağı. Uşağı da özümlə bir yerdə düşürtmüşəm. Zeydin döşəyinə baxın arkadaşlar, indi bunu açıb işlədəcəyik. Nə qəşəng yastığı var. Əsnad Aslanın yastığını Zeydə hədiyyə elədi. Artıq Zeyd də Aslandı bu arada. Yəni ona görə Aslan deyəndə Zeydi də nəzərdə tutun. Hə, Zeydə hədiyyə elədi Aslanın balışını. Birini beşiyində işlədərik, birini də kalaskasında işlədərik arkadaşlar. Getdik. Atası, bax gör anası onun üçün nə qəşəng döşək yastıq alıb. Bunu niyə çıxartmırsan? Saxlayırsan Zeyd böyüyəndə aşağılarına hədiyyə. Yox aşkım, şeydir, çox aşağı mərtəbədə idi, axotum yox idi düşməyə ona görə. Düşə də bilmirdim da. Afotun olmuyor, ömrümüzə giribsən. Şeydir, gedək qoyaq kalaskanın içinə. Gəl. Ay Allah, başı silkələnir gəzə-gəzə. Şəhriyar gəzər, Zeydin başı belə eləyir. Bu Aslanın balışıdır, bunu beşikdə işlədirik. Bunu çıxardaq da dədəsi özündən Amerika kəşf eləyib. Bunu da qoyur buraya, başını qoyur. Başını. Hə, bu. Hə. Aşkım, təbii ki başını qoy, görmürsən o yastıqdır. Belə eləysən, heç nəyi bəyənmirsən, ağız əysən. Bunu niyə çıxartmırdın? Bir bunu götürmüşəm şey olsun, kaskasını yeməyilə. Tax. Ay, sağ ol. Çox bilmiş. Mən almışam. Almışsan, əsrə də çıxarmırsan. Bu onçunda. Hə. Bu nədir bəs aşkım? Üstünü örtməyin. Bunun bir tipinə baxın da, qurban olum. Leş kimi sərməçələnir o yana, sərməçələnir bu yana. Ört üstünü. Yaxşıdır. Hə, əladır. Kalaskasın. Hə, ört, biraz elə belə yüngül var, ört. Uşaqlar, bu arada dünən yorumlarda hamı yazıb ki, o uşaq yazıqdır, o uşağın otağını heç olmasa havalandırın. 3 saat, 4 saat gün ərzində Zeydin otağının pəncərəsi açıq olur. Prosta birbaşa çölə çıxartmağa qorxuruq biz. Belə evdə havalanır, özü dəniz. Hə, özü də dənizin qırağıdır, qəşəng yod zat səhər tezdəndən vurur. Prosta lap belə küçəyə çıxartmağa, çölə çıxartmağa qorxuruq hələ. Nəysə, mən gedim zavtrıka hazırlayım. Bilmirəm, qaynımın ürəyinə elə bil bir dənə ev xanımı, ev gəlini, bilmirəm, ərə getmək istəyir, bilmirəm nədir. Yorumlarda yazıb qızışdırırsınız onu. Allah hamıya Nadir kimi ər qismət eləsin. Nadir dayanmır. Günü-gündən xodlanır uşaq. Nadirə taliblər arıyoruz. Nadir. Evet, evləndirəcəm.
Evləndirəcəm qardaşımı. Bu arada evli değil arkadaşlar. Subay. Elə şeydə Türkiyədə biz gəzəndə biliblər yanımızdakı Nadirdir. Elə biliblər Turanla Nadirin yoldaşıdır, bacısıdır arkadaşlar. Şəhriyarla Nadirin bacısı idi yanımızda gəzən. Arkadaşlar mənim qardaşımdır. Mənim atam mən anamdan ayrılandan sonra bekar qala bilmədi. Elə ayrılan kimi elə bir şey ammadaymış. Yəni ayrılan kimi getdi bunun anasını aldı. Evet. Anasını alan kimi də ana da uşaq gözləyirmiş. Elə alan kimi də bu gəldi. Girdi ömrümə. Ömrümə girəndən sonra atamı itirdim. O itirmə, bu itirmə. Atam yapışdı buna. Dalıyca da bacısı gəldi. O da bacımın ömrünə. Evet, topdan şeylərdə bir dənə yerdə Nihat qaldı. Nihat görünməz kozurdu. O hələ görünmür. O da üçüncü qardaş. Siz neçə nəfərsiz aşkım? Biz nəslimiz çoxalıb. Demək 41-45-in bacı müharibəsində qardaşdılar. bizdə interest şeydir. Bilməm o tərəf Allah bizi göndərəndə bura nəsli ancaq bizə tapşırıb nədir? Çoxalay. Demək dədəm, babam 40-45-in müharibəsində şəhid olan ən çox 7 qardaş olublar. Demək onlar hamı şəhid olub. Amma bir dənə yeganə mənim babamdır ki 41-45-də itkin düşdü. İtkin düşəndən sonra nənəmə 10 ildən sonra məktub göndərib. Həmin məktublar da bizdədir. Arvad, sən üçün ölürəm, əllərinə qurban olum, gözünə qurban olum, amma burada da uşaqlarım var. Qaxalız, sənə qurban olum. İtkin düşən kimi də sırası evlənib, orada da nəsil çoxarıb, bizim Səlyanda da nəslimiz var. Bizim nə bilim Almaniyada, Germaniyada, da Rusiyada, İngiltərədə, yəni Fərəzovları axtarsınız, elə gediblər. Məndə də elədir aşkım. Vallahi mənim dədəmin də Almaniyada 2 dənə uşağı var. Bir dənə də başqa ölkədə var, amma bilmirəm. Belçika demişdilər axırıncı dəfə, hara demişlər. Hansısa bir dənə də Avropa ölkəsində səhv eləmirəmsə qızı var məndən əlavə. Allah olsun. Mənim dədəm də, bunun dədəsi də heç vaxt bekar qalmayıblar. Yəni bekarlıq sultanlıq deyil. Subaylıq, sultanlıq məsələni bizim nəsil heç vaxt qəbul eləmir. Yəni o məsələ bizə aidiyyət yoxdur. Qurban qardaşım da ki 1001 dərdə dəva var. Yeməkdir onda, içməkdir onda. Yəni araq içmək yox, yəni yemək içmək, pişirmək, hazırlanmaq. Nə bilim qurban bir dənə qadına naz versin ki, da gəl görəsən də. Hələ uşaq saxlasın. Bizə 5-5'li insan da Uşaq saxlamağı göpə basın. Elə bilərlər Zeydən Nadir baxır, mən dəli eləmə. Sən girdin ömrə, elə bir şey Nadirlə mən evlənmişəm, mənə günü bacılıq edirsən Nadirlə mənə. Sən bizdən nəsən? Gah yalandan söz atır. Bilmirəm, gəlim niyə deyəsən meylənib, o deyənləri hazırlayır. Bəğləni yapışır ki, Nadir dəymə, zavtırqımı hazırlayacağım. Aldı Nadir bəni səndən. Dişim döşəyi götürməyə hər şeyi çıxardı bəlin altında. 2 dəqiqə hazırlayır. Düzəldib, aman bilmir. 3 nəfərə, belə zavtırq eləmir. 3 nəfərə ayrı-ayrılıqda dimsədə qoyacaq, yəni ortaya yox. Payok. Hə, bildim. Kimə nə düşdü odur. Hə, nəysə yaxşıdır. Onda mən yığışdıraram evi. Bu da burada yatsın özü üçün. Evet arkadaşlar. Səhər yeməyimiz. Səhər adamın üzünə belə bir şey çıxsa, adamın günü nə ola bilər? Xiyardan ibarətdir bu. Yox, heç zeytun. Yumurta qaynayır orada. Yumurta da yəni. Kalbasa. Nə gözəl tabaq deyə bu. Hələ bəzəndi. Belə açdı taxtanı, qoydu ortalığa doğramağa başladı. Dedim indi yəqin o restoranlarda Nadir bu gözü də düşdü. Neysə buna da şükür. Hazırlayır. Hə. Hazırlanmıyor. Hələ bu heç nədir. Yaxşı nəticəni gözləyək görək. Hələ mənə söz verib ki, şəhərdə sən üçün bir dənə sırdaqla düy eləyim ki, sən barmaqlarını yeyir. Həqiqətsə. Sırdaqla düy eləyir. Sırdaq eləyə bilir o. Ha, desən. Bunu da yemirlər. Maşallah. Toyuq doğraya bilmirdin axı o gün Nadir. Mən bax İbnəliyə bax nəyi bacarmır onu deyirəm. Ha qışqır. Niyə qışqırsın uşaq dəli edirsən? Qoy uşaq öyrəşsin səs-küydə yatmağa. Əsas zeytin yemirlər. Əsnad Niyə yemir? məncə yeyir. Şeydir arkadaşlar, indi görək nəticə olaraq ortalığa nə çıxardacaq, baxırıq da, gözləyirik hələ ki. Arkadaşlar, ət də o. Çəkil bir dənə. Sıkılır mısın lütfen? Baxmaq istəyirəm mama nələr gətirib yeməyə. Dolma bükü. Bu nədir? 3 bacısından hələ qalıb.
O bir Dolma- nəfər deyil, o gedib hamısı olaydı. Dolma Yaddan büküb, aşağıdakı nədir marojna qabında qoyub? Bu annələrimizin marojna qabına yemək doldurma eşqi. Bu nədir bilmirsən? Bu da deyəsən yarpaq dolmasıdır. üst-üstə. Bunlar nədir? Neçə qab? Şu oça görə var. Gəbdən baxaq görək Elnarə bizim üçün. Hə, yazıb üstünə. Köftə. Nə? Kotlet. Kotlet də eləyib. Nə yaxşı. Ana ürəyi dağ çiçəyi. Allahın dostu, həqiqətən də göstərsən ki, bura gəlməyə ehtiyac yoxdur. Elə belə eləyib göndərə bilərsən. Bəs deyir. Gözlə. Bu nədir? Kiftə. Kiftə. Kiftəni sən xoşlayırsan deyə eləyib 100%. Bu şey duyğulandırdı məni. Bu nədir? Bu da kiftə. Deyəm. Ay Allah. Bu nədir? Ağır deyə bu nədir saçqım? Dəqiq xaçdır. Kələm dolması. Soqda. Bu nədir? Yarpaq dolması. Məryəm yarpaq dolması xoşlayır, bayram eləyər. Bu nədir? Üstündə bunu yazmaq unudub arkadaşlar. O da yəqin yarpaq dolması olar. Bəlkə elə hazırlardan bişirək. Hazırlardan pişirək. Məncə də. Sırdağı sonra mən eləyərəm sən üçün kocacığım, ölməmişəm mən elə. Sən elə bilirsən ki, sən mənə ala bilərsən. Gətir gölü gözdən. Əskuşa. Duxulanıb gəlib üstümüzə. Sabah xeyir. Duxuların kralıçası. Kralı deyəcəkdi, fırlatdı. Bir dənə gözəl Ətiriyi. əti Liliyanı yəl olan. Liliyanı deyil, yo deyil. Mənim aldığımdır pəmbə Burberry. Elnarə çox bəyəndi bu duxunu. Mörmörü. Necəsən aşkım? Necə yatdın? Gələn kimi Zeydə baxır. Biz adam deyilik ya. Hə, balaca dünbələyin böyük bacısı. Bu günləri onun karaspeyşini verirəm əslində. Bəli. Bu günləri onu bütün evi gəzdirirsən, danışdırırsan, onu o qədər yorursan ki, mənim bala. O gecə yerinə girəndə. Vay. Bizim üzümüzə baxmaz. Yoxsun. Yaxşı. Yor onu. Bacardığın qədər. Qalon qabağında elə. Belə elə. Görsün ki, Gör nə edirsən. Gör nə edirsən uşaqların ikisini. Elə sizi belə də kapaq fotoğrafına qoyacağam, hazır olun. Belə qalır, bravo. Əsi, niyə keyfin yoxdur, Əsi? Əsri yuxudan duranda həmişə qarnım pişir. Qarnının fikrini Şəhriyar arkadaşlar bunu zorla normalda durquzuruq. Dedi gəl Zeydi kaleska ilə sür, qaça-qaça nətər gəldi, indi uşaq ayıla bilmir. Mənim dədəm kimi işi güc ancaq yatmaydı. Dədəm cavanlıqda evlə yatdı, indi qocalıb yata bilmir. Ancaq işləyir. Mənim dədəmin işi dəyə dönür. Hə. Qarışqa yayda diviziyadadır, qışda 9 ay keftadır. 3 ay diviziyada olur, 9 ay kefta olur. Hə. Mənim dədəm işi dönüb cızdıramaya. 3 ay yayı zar qışda ölür. Heç nə anlamadım. Amma yəni saxla zamanı, gələr zamanı. Ağıl yoxdur axı ya. Arkadaşlar məni təhqir elədi, kameranın CD kartı doldu. Yaxşı oldu sənə. Dədəmdən danışıb, sən özü belə yürünməmiş qaşıq kimi. Bir dəm dədəm zadım olarsan. Nəysə. Kahvaltı, ay Allah, ürəyim üzüldüyü gözləyənə kimi Quran and olsun. Bəzəmə, Nadir, bəzəmə. Səndən xahiş edirəm. Qoy nə var ortalığa dair. Birinin sifətini elədi, birində ev gülləsi elədi, birində çatdırmadı, keçib o acayip bir şeylər çıxardı ortaya. Arkadaşlar, qurban olun. Nadir nədir? Deyir ki, səhər yemək o qədər gözəl insan üzünə gülməlidir ki, insan Bu günü gülmür, bu donub. Bunun güncəlləməsi yarıda qalıb. Deyir, xoş keçsin. Hə. Biz biraz da ac qalsaq, heç birimizin günü xoş keçməyəcək. Hamı biraz da bir-birini it kimi qapacaq. Mən şəxsən düşən kimi çayı belə dəmləməmişdən qabaq kocam üçün yumurtanı qoyuram. O sən qocundur. Bilməliydin sən onu. Kocasıyam, qocundur. Bu da mənim Türkiyədə qalan qardaşım. Bizim genimiz belədir, arkadaşlar. Yəni, dili götürə bilmirik. Görsən, neçə ildir Türkiyədə qalır deyir, bu da sənin qocundur. Qocan dedim. Evet arkadaşlar, son olarak da saç koydu qaba arkadaşlar. Yumurtalar da pişdi. Allah'ın izniyle çay da görəcək gözlərimiz. Biz başlayacağıq bu zavtraka. Ay Allah, 2 nəfər bir araya gəlib çıxar bilmirlər ortalığa. Tez olun biraz. Day eləmisiniz işi axıra qədər görün. Məndən yaxşı qaynana olar, Allah'ın olsun. Əsl o belə
adamın üzün cıran qaynanalar olur ha. Hazırlaşıram yavaş-yavaş, məşq eləyirəm. Neynir o? Hə? Atlanır düşür. Diksinirəm. Uşaqlar paltarları sərməyə yer tapmayıb. Xanım pilləkənə keçib. Mənim aqibətimi yaşayırdı. Getməmişdən qabaq hər yerə paltar sərirdim. Neysə aşkım? Aşkım, indi yox. İndi yox uşaq. Deməli arkadaşlar, kahvaltıdan sonra girdim, çimdim. Başım hal-hazırda yaşdı. Birazdan qurulayacağam. Yəni bir dənə iş görmək istəyirəm də, misal üçün çimib saçımı qurulayıb biraz üz gözümə əl gəzdirmək istəyirəm. Bütün bunları edərkən ortada 3 dəfə Zeydə görə yarımçıq qalır. Bir dəfə yem acdı, bir dəfə altını batırdı, sağ olsun bütün paltarları ilə bir yerdə. Altını təmizlədim, paltarlarını atdım yuyulmağa. İndi də təzədən acıbdır arkadaşlar. Yəni ancaq hələ ki 3 dənə Zeydin ehtiyacına qarşılıq cəmi bir dənə özümün ehtiyacını qarşılaya bilmişəm. O da çimmək, saçımı qurulayıb üzümə əl gəzdirmək istəyirəm. Çata bilmirəm uşağın sürətinə. İndi gedək Zeydin mamasını verək. Ondan sonra qalxacam, saçımı qurulayacam. Biraz bəzənib düzənəcəm ki, həm modum düzəlsin. Bu arada düyü ilə dolma qoymuşuq bişməyə. Rabişlə Məriş də məktəbdən gəliblər. Gedək sizə onları göstərim. Nətərsən? Zeydə neynən oxşayıram Rabi əlimdə butulka ilə. Necə keçdi məktəb, necə keçdi günün? Belə də. Orta? Hələ Yaxşı, o sorta keçir. Yəni heç vaxt yüksək qədər keçənməz. yaxşı, əsəbləşmə. Məryəm hanı? Hə, Şako? Məriş, nətərsən Məryəm? Xoş gəlmisən evə, Məxmirə. Günün necə keçib? Yaxşı. Yorğun görünürsən. Niyə belə qızarmısan? Nə olub? Gitsin orada uzanmışdım. Hə, uzanıb gəlib. Mən də deyirəm uşaq niyə donub? Error gedir elə bu uşaqda. Arkadaşlar Şəhriyar əsəbləşib. Neynisən? Sən Mr. Bean kimi hərəkət. Nə idi o kişinin adı? Nə idi? Mr. Bean idi. Hə, Mr. Bean kimi hərəkətlər eləyirsən, mimikalar eləyirsən. Məktəblilərin hərəsi bir tərəfdə leş olub arkadaşlar. Məktəbdən elə də oturublar. Belə həyat bunlara xoş. Məryəm də kimsə söz deyib, nəsə söz eşidib. Qıpqırmızı olub oturub quraqda. Həqiqi? Niyə keyfin yoxdur Məryəm? Hə? Bu ara çünki kabramı pisinə qoymuşam. Niyə? Qoymuşam pisinə. Gül quruyub yapışıb kabraya. Sən gördün kabro saralmır, dedin nə eləyə bilərəm mən? Seni qoyurlar bura ki, sen şokolatı tökülsün ora. Otursunlar ləkə qoysunlar. Acığı. Əlləşirik. Ya Allah. Başlamışıq. Mən aşağı mərtəbəyə düşmürəm axı, yığışdırmıram hərəsini bir tərəfdən. Məndən qorxmurdular, qoyurdular, mən götürürdüm. Onlar qoyurdular, mən götürürdüm. İndi qalır saatlarla orada. Qədrimi bil, qədrimi. Nə oldu? Dizi dəydi. Bu da ki bayaqdandan Zeydi o yana sürür, bu yana sürür. O yana sürür, bu yana sürür. Gecə sağ olsun bunun şotuna Zeyd yatacaq. O qədər yoracaq. Zeydin başını qatacaq. Zeyd gecə inşallah yatacaq. Sənə inanıram Əsnat. Bu yolda biz ayağın əl ağrıyır. Bərk dəydi. Hə? Ehtiyatlı ol aşkım. Evet arkadaşlar, dün belə tuttuk kursağımıza. Hə. İncedirik yemək ocağımıza. Uşaqlar, bu yeməyi mən düzəldib verirəm. Sonra deməyin ki, yəni siz demirsiniz, deməsin ki, uşağı yer dizdirirəm, altını dəyişirəm, altını da özüm dəyişmişəm. Yeməyin də indi sizin gözünüzün qabağında özüm verirəm. Uşaqlar, nasıl bir problem var? Gör bunu dama qoyubsan zaten. Adı, əsəbləşirsən baxın. Aha, adı yıxılır. Niyə, nə Kes o oldu? yana. Gözün O xəşildir də, onun... Mənim çəksin deyə qoyulur. uşağın özü tutub öz üzünü əli ilə. Mənim çəksin deyə qoyulur, onu çək ora. Arkadaşlar, bir dənə düyünü dəmə qoymalıydılar. Düyünü həlak vəlak eləyiblər. Bildiyiniz düyünün başına oyun açıblar. Xəşil eləyiblər, qoyublar ora. Baxın. Oğlum, mən yazıqlaşdıramamışım deyə. Mən qoymuşam. Bax Bilməm dədə. niyə belə oldu. Yəriyə, aşkım narahat olma, yərik. Ben yerim. Qoy mən bir dənə Zeydi yedizdirim. Çəkilin, Mən çəkilin. bir şey var, çək ora.
Gedim uşağıma yemək verim. Mən. Ta kendisi. Kime eşitliyorsun hani? Sənə. Kamera olsaydı bir kamera sonra verirsin. Yalan danışma, şər atma mənə, əsəb keçirdirəm. Gətək bacıya. Qoy əlimdə sübut olsun arkadaşlar. Sabah bir gün Şəhriyarı soram, qəbullandıra bilmirik. Əsnat da belə üzü görsənmir. Sənin qardaşıvı qısqanan canıvı yiyim qıza mən. Hə? 100 qramlıq. Çocuk o 100 qramlıq əsnat deyirlər. Görsən beyində nəsə qırım olacaq. Neçə qram olacaq? Qram deyil aşkım. 3 kilo 200 hal-hazırda. Sən 20 neçə kilosan səhv eləmirəmsə. Biz prosta şaka yapmaq üçün elə demişik. 22 kilo. Axırıncı dəfə Elnara gildə ölçəndə 22 kiloydun. Şeydə doktor dərsəndə şey olan. Onun üstündən çox keçib. Ondan sonra biraz Ondan sonra potuşdaşmısan. 26 belə. Ay Allah, bütün mamanı eyni anda uddu arkadaşlar. İçimdən bir səs bu birazdan yeni yemək üstə dav eləyəcək deyir. Qazını da özüm çıxardıram. Özüm eləyirəm. Pış-pışlayıram. Nə? Niyə kameranı yerə qoyub uşağımı sənin qucağına verirəm ki? Ölmüşəm mən bəyəm. Mən ölməmişəm aşkım. Bu səni nəsə eləsin, sonra sərkiyə versin. Özüm eləyərəm hamısını, amma sən heç doyana oxşamırsan. Nə axtarsan balam? Ay, qorxuram öcə bundan. Arkadaşlar, Şəhriyar getdi Lənkərana. Bir işi var, onu həll eləməyə Nadirlə birlikdə. Məryəmlə Rabi yatıb. İndi mən də Zeyd bəyə aparıram mətbəxə. Əsnat mən, bir də bu yatıb bunu yeməyi yeyib yatıb, yəni buna aidiyyat. Sənə aidiyyatı yox deyə yeməyi söhbətin. Sən yeyib yatmısan, xahiş edirəm üstü alınma. Hə. Dolma ilə düyümüz pişib. Şəhriyar, gözlə aşkım mən aparım. Şəhriyar düyünü püskünə qoyub, amma dolmanı yarıdıb. İndi gedirik yemək yeməyə. Getdik. Arkadaşlar, düyünün halını görsəz düyüyə yazığınız gələr, yəni. Ona dedim Şəhriyar, duzu az vurdun, azdı, duz azdı. Şəhriyar azdı, Şəhriyar öz bildiyini elədi. Düyünün duzu az olub. Mən də əməliyyata görə qazanı qaldıra bilmirəm deyə bunlara dedim ki, süzərsiz düyünü. Gəldim, gördüm nə? Düyü bildiyiniz xəşil. Aşkım, heç olmasa bir dənə dolma yedi ömrüm. Vay, bu uşaq vegetariandır ya arkadaşlar. İçində ət olan heç nə yemir uşaq. Kalbasa nə böyük enerji mənbəyidir sənin üçün. Gözlərimi yaşartdın, necə xeyirli qidalanmısan sən. Dəhşət, dəhşət. Nuş olsun. Əslində bu demişdim. Neçənci ildə? Eradan əvvəl neçənci ildə? Nə vaxt? Neçənci əsrdə? Harda qaldı o? Bir əsməci gəlmişdi. Hə. Sən hər gün bir dənə ən azından ət yeməlisən. Biraz ətli bir şey yeməlisən. Əsma gəlmişdi eradan əvvəl. Onun bu günə aidiyyatı yoxdur. Bugünün qida dəyəri ayrıdır. Dəymirəm sənə, işim yoxdur səndən. Ye. Mən belə yeyirəm. Ye, nuş olsun. Mən də yeyirəm. Getdik biz yemək yeməyə. Bu bir-iki dənələr də oyanar, onlar da gəlib yeyərlər. Bu uşaq var ha, Allaha and olsun. Deməyə söz tapmıram arkadaşlar. Qurana and olsun. Deməli, bu uşaq, bu adam evdən çıxır. Başlayır 5 dəqiqə gözləyir, hörmət edir, başlayır ağlamağa. Ta bu adam qapıdan içəri girənə qədər. Yəni əl dəymir ha bu ona, heç nə eləmir. Deyim ki, gəl şeylir. Şəhriyar qapıdan çıxdı dünən də 5 dəqiqə dözdü, 5 dəqiqədən sonra başladı ağlamağa. Yemək də verdim, pampersini də dəyişdim, köpünü də çıxartdım, dayanmırdı. Şəhriyar qapıdan içəri girdi, xəbəri yox idi. Şəhriyar qapıdan içəri girib, pış, elə bil heç o ağlayan mən idim, bu deyildi. Dünən də belə elədi, bugün də belə elədi. Sütdən boğulurdun yavaş. Ya niyə belə eləyir bilmirəm. Sən də dədəsi sifət oldun. Dəhşətdir ya, Allah'ın olsun. Deməli uşaqlar, mən bugün, ay Allah tipimə bax.
Çinmişəm deyəndə sizə, bayaq elə bu fonda saat 12-nin yarısı idi. Rabi ilə Məryəm səhv eləmirəmsə hələ məktəbdən gəlməmişdilər. Gəldim burada dedim ki, çinmişəm, indi gedirəm saçımı qurulamağa, makyaj eləməyə. Tökülmüşdü elə. Axşam saat neçədir? Bir saniyə baxım saata. Saat 20:10'da arkadaşlar. 9'a işləyib 10 dəqiqə. Mən nə saçımı qurulaya bilmişəm, nə özümə əl gəzdirə bilmişəm. Psixoloji olaraq tükənməmək üçün dirənişimin 9-cu günü. Sabah Zeydin 10 günü tamam olur uşaqlar. Problem bilirsiniz nədir? Görürsünüz videolarda gec eləyirəm, paylaşıram, üzürlü sayın. Bunu qısa bir müddətdə düzəltmək üçün əlimdən gələni eləyəcəm. Orada burada yatıb qalıram, yarım saat yuxudan ötürü dilənçi kimi gözləyirəm ki, yarım saatlıq fürsət tapım, orada yatım, burada yatım. Psixologiyam pozulmaya başlayır yavaş-yavaş. Heç nəyə vaxtında çatdıra bilmirəm. Çox yorğunam, dəhşətli dərəcədə yorğunam. Əslində mənim üçün təsəlli hədiyyəsi düzəldib arkadaşlar. Ay Allah. Gəlin bir dənə onu sizə göstərim də nə olar. Bu arada sabah inşallah təzə pastel sifariş vermişəm. Təzə pastelim gəlir. Bilirsiniz də bu bardovu pasteli biz digər kravat üçün almışdıq. Sonradan bu kravat gəldi və bu kravatın matrası 2.60'ın 2.60'adır. Heç bir plastina, ən böyüyü belə, yəni mağazalarda satılan olmur bu kravata. Ona görə mən də sifarişlə tikdirdim. 3.80'ın 3.80'a tikib düzəldən xanım ki, rahatlıqla sərim çıxmasın. Sabah onu götürəcəm, göstərəcəm sizə. İndi bir yerdə Əsnatın hədiyyəsinə baxırıq. Baxaq görək qızım mənim üçün nə düzəldib arkadaşlar. Özümə də çox maraqlıdır. 2 dəqiqənin içində yaradıb. Deməli, birincini açıram. Bir də bu düzdür. Ay Allah, görün nə gözəldir. Zeyd ağlayanda onun başını bununla qataram, belə eləyərəm. Bu bir. İkinci, sabırsızlanıyorum. Ay, hə. Bir, annəyə bu dəqiqə lazım olan ən vacib əşya deyə bilərəm. Saçım tökülü bu aralar qala bilmir. Əsad mənim üçün çox praktik bir hədiyyə gətirib. Daha sonra üçüncüye keçirik arkadaşlar. Mənim broşkaları çox sevdiyimi bilir də. Qızım mənim zövqümü bilir də arkadaşlar. Tanıyır da ucu mən. Nə deyəsəm bax. Dördüncüye keçirəm. 4 nömrə. Əsl kömək elə bacıya. Qızımın advent kalendarı. Ay Allah, qiyməti qalıb üstündə. Çıxardarıq sonra, aşkım, narahat olma. Get sonra çıxardarıq. Evet, belə bir marker. Bununla bilsən neyniyərik? Zeydə yemək verdiyim saatları qeyd eləyəcəm. Bundan sonra başımı aldatmasın. Başımı aldadır mənim, çox bilmiş. 5-ci budur, hə? 5-ciyə neçəsi var? 6. 5-ci çox böyükdür, yaxı, merak edirəm içində nə. Nə var içində? Baxarıq. Yaxşı, altını aç, baxaq, sən aç. Teşekkür ederim. Çox qəşəngdir. Görsünüz necə gözəl hədiyyələr hazırlayıb Əsnad mənim üçün. 7-cini aç, 5-i saxladı. Ay Allah, çox sağ ol Əsnad. İndi onlar 5-cini açım. Ürəyim partladı, özüm açacağım bunu. 3, 2, 1. Oha, Əsi. Mən bunu götürə bilmərəm. Yox, götürə bilmərəm. Yox, mən də küsərəm. Allah'ım da söz. Aşkım, bunu yox. O zaman bölüşdürmək şərti ilə 3 dənə kutuda sənin, 3 dənə kutuda mənim. Hə, hamımız bir yerdə onda. Ortaya qoyacağım, hamımız bir yerdə. Ay Allah, gəl səni öpüm. Öz əşyalarını mənlə bölüşür. Bir dənə də gözəl iyi gəlir bu uşaqdan. İnansız. Əsnadın kokusunu sizə tarif eləyim. Çilekli milkshake kokuyor arkadaşlar. Bildiğiniz çilekli milkshake iyi verirsən Əsnad. Çox gözəl qoxursan. Həqiqətən. Çox sağ ol hədiyyələrə görə. Qalsın onun içində. Çox sağ ol həyatım. Bu mənim oldu advent kalendar kutum.
Uşaqlar, mən gedirəm yatmağa, saçımı qurulamağa, birbaşa yatmağa. Dəhşətli dərəcədə yuxum var, 3 saat vaxtım var. 3 saatdan sonra gecə mesaisi başlayır, ağlaşma, nə bilim, ulaşma, qışqırışma. Ona görə gedirəm yatmağa. Sabah inanıram ki, daha gözəl, daha güclü bir gün olacaq. Bir də xanımlardan bir dənə söz soruşum. 10 günlük bir uşaq neçə saatdan bir, neçə milli yemək yeməlidir və yaxud da ana südü içməlidir. Yəni onun millisi nə qədər olmalıdır hal-hazırda? Bəlkə deyirəm mən ya çox ya az verirəm, uşağın mədəsini yersiz böyüdürəm ya da ac qoyuram. Bir dənə bildiklərinizi xahiş edirəm, yorumlarda mənə yazın. Sabah qəşəng sürprizlərim var sizə. Sabahki videoyu mütləq baxasınız. Çox qəşəng şeylər olacaq. Bir də sizin məndən çoxdan da istədiyiniz bir video var. Adrenalinli bir videodur. Sonu pis də bitə bilər, yaxşı da bitə bilər. Onu çəkəcəm. Arkadaşlar, fürsət güdürəm. Tahminlərinizi yorumda alayım, görüm nə videosudur, görüm kimlər biləcək. Burada deməyim də izləyicilərə sürpriz olsun. Videomu burada sonlandırırım. Arkadaşlar, gedim biraz dincəlim. Söz verirəm, videoların paylaşılma vaxtını da düzəldəcəm. İçerikləri də dəyişdirəcəm. İzləmədə qalın. Ürəyinizdən keçən video ideyaları da varsa yorumlarda yazın. Yaxşı? Kanala abunə olub, like atıb, yorum yazmağı unutmayın. Mati Gucci. Deyirəm, bu YouTube'un mahnı probleminə görə bir dənə Zeydin baş beynini xarab eləməmişdim. Uşağın beşiyindəki mahnını söndürürüm, sonra başlayıram YouTube'a. Aşkım, sən də öz cavabını aldın bu YouTube'dan. Getdim mən, bay bay.